Salam uşaqlar. Deməli yenə düzbucaqlı üçbucaqdan davam edirik. Demək bu dəfə isbat edək ki, düzbucaqlı üçbucağın iti bucaqları 15 və 75 olarsa, hipotenuza çəkilən hündürlük, yəni bu bir hündürlükdür. Hipotenuza çəkilən hündürlük hipotenuzdan 4 dəfə kiçikdir və yaxud hipotenuza çəkilən hündürlükdən 4 dəfə böyükdür. Deməli bu şəkildə düzbucaq təpəsindən hipotenuza bir dənə median çəkirik. Hipotenuzun ortasını qeyd edək. Hipotenuza bir dənə median çəkirik. Belə. Keçən videoda isbat etdik ki, hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Yəni ki, medianın uzunluğunu 2 xətlə işarə etsək, bu hipotenuzun yarısında 2 xətlə işarə edəcəyik. Burada ştrixlədiyim bu üçbucaq bərabər yanlı üçbucaq olur və aşağıdakı balaca bucaq da 15 dərəcə eləyəcək. Ştrixlədiyim üçbucaqda 2 dənə daxili bucaq, digər xarici bucağı verməlidirsə, bu gördüyümüz bucaq olacaq 30 dərəcə. İndi bu gördüyümüz üçbucaqda, ortada yaşlı rəngdən işarə etdiyimiz üçbucaqda, yəni bu üçbucaqda 30 dərəcə, 90 dərəcəni görürüksə, digər iti bucaq 60 dərəcədir. 30 dərəcə, 60 dərəcə, 90 dərəcə olan üçbucaqda da 30 dərəcənin qarşısındakı katet, yəni ki, böyük düzbucaqlı üçbucağın hündürlüyü x olarsa, həmin düzbucaqlı üçbucaqda hipotenuz 2x olacaq. Bunları yaşlı rəngdən qeyd edeyim. Əgər medianın da uzunluğu 2x olacaqsa, keçən dəfəki videodan da bilirik ki, median hipotenuzun yarısına bərabərdir. Median 2x-dirsə, hipotenuzun uzunluğu da 4x olacaq. Və nəticədə baxırıq ki, hündürlük x olmuş olur. Hündürlük x olmuş olur. Hipotenuz isə 4x olmuş olur. Bu birinci üsuldur. İkinci üsulla isə belə isbat etmək olar ki, bir dənə kvadrat çəkirik. O kvadratı 4 dənə bərabər hissəyə bölürük. Yəni əslində 4 dənə 90 dərəcə çəkirik də deyə bilərik. Bunlar hamısı 90 dərəcədir. Sonra bu sol tərəfdəki uzunluqları hamısını x adlandırıram. O zaman bu kvadratın tərəfi 4x etmiş olur. Sonra bu və bu təpələrdən ortadakı xəttdə elə bir uzunluq çəkirəm ki, o uzunluq da 4x qədər olsun. Və o uzunluq təbii ki, bu təpəyə gəlməyəcək. Bu təpəyə gəlsə çox uzun olar, 4x-dən uzun olar. Ortada təxminən buralarda bir yerdə bir xətt birləşdirsəm, yəni bu qırmızı xəttin uzunluğu da 4x olsun deyirik. Yəni bir bərabər tərəfli üçbucaq gəlsin demək istəyirəm əslində. Belə bir uzunluğu 4x olan 2 dənə xətt çəkirik və nəticədə bu üçbucaq bərabər tərəfli üçbucaq olmuş olur. Bərabər tərəfli üçbucağın bu təpəsindən aşağıdakı təpəni birləşdirirəm. Kvadratın aşağıdakı təpəsini birləşdirirəm. Yuxarı 4x-dirsə, yəni kvadratın tərəfi olaraq burada 4x-dir. Bu rənglədiyim üçbucaqda şəklə diqqətlə baxsaz, bu xətt orta xətt sayılmış olur. Niyə? Çünki baxın burada x, x, bunlar bərabər bölünür deyə. O xətt də həmin üçbucağın orta xətti olmuş olur. O zaman bu uzunluq ilə bu uzunluq bir-birinə bərabərdir. Sol aşağı təpədən həmin o nöqtəyə, o ikisinin arasındakı nöqtəyə bir xətt çəksəm, bu xətt bərabər yanlı üçbucaqda, niyə bərabər yanlı? 4x, 4x. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median olmuş olur. Və bərabər yanlı üçbucaqda biz bilirik ki, təpədən çəkilmiş median həm hündürlükdür, həm də tən böləndir. O zaman bu olacaq həm də hündürlük. Burada bir 90 dərəcəni qeyd edək. Həm hündürlük oldu. Bərabər tərəfli üçbucaq görmüşdük, bayaq rəngləmişdim. O bərabər tərəfli üçbucağın daxili bucağı 60 dərəcədirsə, bu da ümumi 90 dərəcədir axı. Onda 60 dərəcədən qalan olur 30 dərəcə və bu xətt həm də tən bölən olduğu üçün həmin o 30 dərəcəni 15 dərəcə və 15 dərəcə bölmüş oluram. İndi burada bu ştrixlədiyim üçbucaqda 90 dərəcəni 15 dərəcəni görürüksə, bu bucaq da
kənarda yazım, olacaq 75 dərəcə. Və yenə deyirəm, bu ştrixlədiyim üçbucaq 15 dərəcə, 75 dərəcə və 90 dərəcə bucaqları olan düzbucaqlı üçbucaq oldu. İndi həmin düzbucaqlı üçbucaqda bir dənə hündürlük çəkək. Bu təpədən hipotenuzla, yəni aşağıya doğru bir hündürlük çəkirik. O hündürlüyün uzunluğu nə qədər olmalıdır? X qədər olacaq. Və nəticədə baxırıq ki, bu 15, 75 və 90 üçbucağında hipotenuza, yəni 4x-ə çəkilən hündürlük x, hipotenuz isə 4x olmuşdur.